Məktəb direktoru kartlar cibində istinin birinlərlə Bakıya göndərir. Birini qaydaylıq eləyir, birini şey eləyir. Bax, Cəmilli məktəbin üzü budur. Məktəb direktoru məktəbi heşin eləyir. Günümüz qaydamız budur. Cənab prezident, cənab böyüklər, məktəb direktoru bax işçiləri bu vəziyyətə qoyur. Bax, mənim ailəmdən 4 ildir əl çəkmir. Cəmilli kənd orta məktəbinin direktoru İsmailov Məlahət haqda tədbir görməyinizi sizdən xahiş edirəm. Vallah, bu tip videolar izlədikcə deyirəm ki, ay Allah, nə yaxşı ki, hələ bizim başımıza göydən daş yağdırmamısan. Amma bu qədər ah-nalə ilə, kasıbların fəryadı ilə inanın ki, o günü də görəcəyik. Yağan daş onda kimin başına düşəcək? Bax, maraqlı sualdır. Məmurlar, varlılar, vəzifələr ona da bir əncam çəkəcək. Elə yenə daşa tuş gələn kasıblar, haqqı tapdananlar olacaq. Allah axırımızı xeyir eləsin. Görüntülər Xocalı rayonunun Goranboyda yerləşən Cəmilli kənd orta məktəbində lentə alınıb. İddialara görə isə xadiməkini bu hala salan direktor Məlahət İsmailovadır. Kanalımıza müraciət edən İsmailov Zülfüqarın sözlərinə görə kənd məktəbindən aylıq 10.000 manat qatlayıb cibinə qoyan xanım direktor dövlət malını mənimsədiyinə görə aidiyyatı qurumlara şikayət edib və elə o gündən də qara günləri başlayıb. Həyat yoldaşının həmin məktəbdə xadimə işlədiyini deyən şikayətçi bildirir ki, Məlahət İsmailova təhdid və hədə-qorxularla onkoloji xəstə olan ailəsini ölümə sürükləyir. Ətraflı video müraciəti izləyək və ümid edək ki, Emin Əmirullayevin başı bir qədər ayılan kimi bölgədə baş verən qanunsuzluqlara nəzər salacaq. Yoxsa vallah təhsilimizi elə öz əllərimizlə aparıb bastıracağıq. Onsuz da məhvə məhkum edilən sahələr arasında ilk pillə tutan təhsilin gələcəyinə şübhə ilə yanaşırıq. Nəysə, səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Mənim ailəmin günü budur, mənim evim vəziyyəti budur. Ölür, skor salmışam, Goranboy banisasından skor gəlir. Dəyməyin, onkoloji xəstədir, qoy öldürsün. Yaxında durmuram. Bax, mənim ailəmin günü 4 ildir budur. Budur 4 ildir, cənab Ali Başkomanda, sağ yalvarıram. Sənə qurban olun, bu məktəb haqqda bir tədbir qur. Bir tədbir götürün, xahiş edirəm sizdən. Əğrinizin aktörün bir tədbir götürün. Cəmilli məktəbi budur, məktəb direktoru balaxonluq eləyir. Ancaq pul güdür. Cənab prezident, ancaq pul güdür. Bax, budur. Cəmilli orta məktəbi budur. Cənab prezident, 4 ildir, 5 ildir bu. Direktor deyəndə xalqım, kəndimizin zulümü budur. Sağ qurban olun, əğrin aktörün. Bax da bir tədbir qur. Bir tədbir görün, xahiş edirəm sizdən. Skoru gələn boydan. Mən İsmailov Zülfüqar Yusufoğlu. Mən o videonu sizə göndərdim. O video nə vaxt baş verir, onun bir tərəfi ətraflı danışım. O video, mən bundan bir 15 gün olar məktəb direktorundan İsmailova Məlahətdən mən şikayətçi olmuşam dövlət orqanlarına. Bunu gəlib qulağına çatdım, mənim ailəmi o video çəkilməmişdən 20 dəqiqə qabaq salıb otağa, mənim ailəmi əl stollara vurmaqdan, qələm pırıldatmaqla mənim ailəmin üstünə hədə-qorxu gəlib, ya Zülfüqar, sənin ərin ərzəsini geri götürməlidir, ya səni işdən çıxardacam, saat təzminat açdıracam, sənin başına oyun açdıracam, ərzəsini geri götürülməlidir. O video, mən bunun, bu adam, bir balaca məktəbdə, məktəb direktorunun aylığı 10.000-ə durursa, bu dövləti talamaq deyil, texniki işçilərlə sel basıb, mənim əlimdə subutlu video çəkilişlərim də var. Sel basıb, texniki işçilərin illərlə kartı özündə, texnik işçilər bilmir, harda işləyir, Bakıda, orada, burada, hamısı bu dəqiqə telefonla idarə olunan bir qurumdur. Hər şeyi telefonla tapmaq olur. Mənim danışdıqlarım, dediklərim hamısı subutdur. Yəni, yalan heç nə danışmıram. Hamısının kartını alıb göndərir ora-bura. Xadimə işçilərinə, 3 dənə xadiməsiyə palçıq yığdırır, palçıq attırır.
Yoldaşımı salıb otağa, sağ yoldaşıma deyib ki, mənə bilirsən ki, hər il 2 dənə, 3 dənə prokuraturaya məndən zəng gedir, mənə nə olur, heç mənim arxam var, mənim nazirliklər mənim arxamdır, mənim qohumum var nazirlikdə. Keçən il mənim yoldaşıma əlim vurub stola sırıq deyir ki, Cavadov Kəmalə getdi, MTN-ə verdi. MTN mane nədir? Sənin də ərin mane eləyəsən. Bu iki şərtim var. Ya ərin ərzəsini geri götürməlidir, ya da ərin ki, mənim düşmənim olan bir böyük vəzifədə işləyən insan var, onun üzünə dirənməlidir, mən onu işdən çıxartmalıyam. Ya da səni işdən çıxardıb ərinə 15.000, 20.000 təzminat açdıracağım. Bizim günümüz budur. Bax, bir məktəb direktorunun, yenə də deyirəm, bir ayı balaca məktəbdə 15.000-ə, 10.000 manata durursa, bu dövləti tanıyırsa, qohum övladı Bakıda olur, burada adı dərsdə gedir, pul alırsa, bir laborantı götürür 2000 manat pul alırsa, bir il laborantın adı işdə gedirsə, o özü alıb yeyirsə, bir ildən sonra laborantı işə çıxardır, buğur, laborantdan hər ay 50 manat pul alır. Texniki laborantdan hər ay 50 manat pul alır. Texniki işçin göndərir Bakıya, ora, bura işləməyə, sənətkardır, ustadır, onun pulun yarı bölür. Qeyri-müəllimlərə artıq dərs saatı yazır, pulun yarı bölür. Bir məktəb direktoru ola bilər ki, bir il işə girə, ağzına bahalı maşınlar, hər rayonda bir ev şəraitlər, bir balaca məktəbdə. Mən də bunu gördüm, göz yummadım. Dövlət orqanlarımıza müraciət elədim, ərizə verdim. İndi mənim ailəmin də, özümün də, mənim 4 aydan 5 aydan sonra əsgərə gediləsi oğlum var. 11 sinifdə hamımızın canımız təhlükədədir. Hər yerdən bizə təzyiqlər gəlir, hər yerdən bizə təzyiqlər göstərilir. Xahiş edirəm, mənə kömək olun, mənim ailəmə kömək eləyin. Qalmışam bir qara buludun içində, bir mafiyozun əlində qalmışıq. Xahiş edirəm, bizə kömək eləyin. Səsimizi eşidin, qurban olun sizə. Xahiş edirəm, bu işlə bağlı, mənə kömək yox, mənə heç kimin kömək eləməyin. Amma haqlı tərəfin yanında olun, düz tərəfin yanında olun. Mən haqqa inanan, mən düzə inanan, bütün göydə Allahıma, yerdə dövlətimə güvənmişəm. Qurban olum dövlətimə, qurban olum rəhbərimə. Cənab Prezidentim hər çıxışında verir ki, kim dövlət məmurlarının xarruqçuya, milləti talaman görsə, şəxsən məlumat versin, dövlət orqanları tədbirini görsün. Mən qurban olum dövlət orqanlarıma, mən rəhbərimə qurban olum. Mən sizə arxalanmışam. Mənim sözümü deməyə ehtiyac yox. Bir dənə düzün yanında olaq. Xalqımızın qeyrətli ana bacılarına yalvarıram. Düzün yanında olaq. Mən bu işdə düzəm, haqlıyam, amma haqsız durma düşmüşəm. Sizə qurban olun. Bu barədə bizə kömək olun. Qurban olun sizə. İsmailova Məlahət, budur 4-5 gündür. Budur bir 4 ildir, 5 ildir. Bizim bax günümüz budur. Bizim günümüz budur. Bizim günümüz budur, cənab prezident. Bax, xadiməni bu vəziyyətə qoyur. Xahiş edirəm, bu haqda bir tədbir görəsiniz. Sizə qurban olun, ayağınızın altında ölün.